Gəlin sizə idmanda iyrənc hallardan birini danışım. Antonio Margaritonun komandası ağır xəstə olan məşqçi Freddy Rocha qarşı iyrənc davranışları, ona nalayiq sözlər, lağa qoymaq və s. çirkin əməllər göstərirdilər. Onlardan biri həddini aşaraq Rochu təpiklə vurur. Əfsanəvi məşqçi cavab verə bilmirdi, amma onun arxasında bir almaz dayanırdı. O isə Manny Pacquiao'dur. Döyüş başlayanda bu artıq idman değildi. Bu bir borc idi. Pacquiao ringə emosiyası çıxır, amma dərisinin altında alov yanırdı. Elə ilk raundda döyüş fırtınaya çevrildi. Manny o qədər sürətlə hərəkət edirdi ki, tamaşaçılar onun zərbələrini izləyə bilmirdilər. Zərbələr ard-arda, dalğa-dalğa gəlirdi. Sanki o iki nəfərin əvəzinə döyüşürdü. Margarito müqavimət göstərməyə çalışır, blok qurur, əks hücumlar edirdi. Amma fırtınanı necə dayandırmaq olar? Heç cürə. 5-ci raunddan sonra tamaşaçılar gözlərini yayındırmağa başladılar. Şərhçilər döyüşün dayandırılmasını pıçıltı ilə danışırdı. Amma hakim tərəddüd edirdi. Döyüşün sonunda isə Margaritonun üzü sanki yüzlərlə arı tərəfindən sancılmış kimi şişmişdi. Margaritonun hərəkətinə məncə ən düzgün cavab bu idi.